1927-ci ildə fəaliyyətə başlayan bu hamam memarlıq üslubu və mühəndislik xüsusiyyətlərinə görə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Deməli, Cəlilabadda yeganə abidələrdən biridir ki, yəni bu hamam şərq üsulunda tikilmiş və fəaliyyət göstərmişdi 20-ci əsrin əvvəllərindən. Hardasa bunun mən baxıram, arkalar qoyulmuş, arkalar dairəvi şəkildə məsələn düzülmüş formaları, bunun kərpicləri, ondan sonra elə deyək ki, arxadan, aşağıdan qoyulmuş belə deyək sütunlar, filanlar, yəni bunların hamısı şərq üslubunda tikilmiş bir hamamdır. Bəli, keçmiş vaxtlardan, orta əsrlərdən ta üzvbəri, yeni dövrün özündə də yəni belə hamamlar tikilib. Həmçinin Cəlilabadda da bu yəqin ki, insanların istirahəti üçün, insanların təmizlənməsi üçün, yəni hər bir şəxsin evində olmadığı bir vaxtlarda, hamamın olmadığı bir vaxtlarda, yəni Cəlilabadın mərkəzində belə hamamlar olur ki, yəni gəlirlər burada, yəni bu hamamdan istifadə edə 2 iri günbəzlə tikilən hamam rayonda kanalizasiya sistemi olan ilk tikililərdən sayılırdı. Tikilidə qurulan xüsusi isitmə sistemi saxsı borular vasitəsilə döşəmə və divarlara istilik ötürürdü. O dövr üçün olduqca müasir hesab edilən bu sistem sayəsində az miqdarda odunla hamam uzun müddət isti qalırdı. Olduğumuz bu abidə Cəlilabad hamamı kimi fəaliyyət göstərir. Belə ki, 20-ci əsrin əvvəllərindən etibarən tikilməyə başlamış və 1927-28-ci illərdən xalqın istifadəsinə verilmişdir. Müxtəlif illərdə fəaliyyət göstərib hamam kimi, həm 30-cu, 40-cı, 50-ci, sonuncu hamam kimi istifadə tarixi isə 1968-ci il göstərilir. Bikə nənə olub, Bikə nənə bu hamamın rəisi olub müxtəlif vaxtlarda. Sonra isə 70-ci, 80-ci illərdə fəaliyyət göstərməyib, 80-90-cı illərdə kafe kimi və 90-cı ildən etibarən isə bu gördüyünüz hamam çörək sexi kimi fəaliyyət göstərib. Maarif Arifoğlu, Samirə İsmailova, Vasif Yadullaoğlu, Cəlilabad.